tikinti üçün bütün sənədlərim hazırdır. İcra yaxınlaşıb irad bildirir. Deməli, ev layihədə göstərildiyindən bir neçə metr arxada yerləşib buna görə və qonşuya məsafə olmalı olduğundan 1 metr daha azdır. İkinci səbəb də bir də deyir, istəsəz istəməsəz tikinti vaxtı layihədən fərqliliklər olacaq. Bunların eləyə biləcəkləri nədir və məsələni həll etmənin qanuni forması necədir deyir? Əslində bu tipli məsələlər təcrübədə çox geniş yayılıb və biz bunlarla demək olar ki, hər кейsdə, hər sifarişdə, hər müraciətdə rastlaşırıq. Bununla bağlı ümumiyyətlə qeyd etmək istəyirəm ki, sifarişçilər burada, vətəndaşlar burada xüsusi diqqətli və xüsusilə həssas olmalıdırlar. Fərq, gəlin bunu qəbul edək ki, 1 metr, 2 metr ola bilməz. Fərq müəyyən santimlər ola bilər, bünövrə tökülərkən müəyyən xırda bir, belə deyək də, o ehtimallar, fərqliliklər ola bilər. Amma artıq 1 metr, 1 metr yarım, 2 metr bu texniki səhv deyil, bu hansısa bir xəta deyil. Bu sifarişçinin özünün öz iradəsi ilə və yaxud bircə prorabı ilə birgə verdiyi bir qərardır və icra hakimiyyəti orqanı da bunu müəyyən etdikdə artıq bunun yalnızca hüquqi tərəfdən bir forması var ki, həmin qonşu ilə notarial qaydada razılıq əldə olunmalıdır. Həmin qonşunun hüquq müəyyən sənədləri olmalıdır, dövlət reyestrindən çıxarışı olmalıdır, torpaq sahəsinin ölçü planı olmalıdır və notarial qaydada razılıq əldə olunandan sonra yenidən məlumatlandırma icraatının tətbiqi prosesi həyata keçirilməlidir. Bir dəfə olmalıdır, olub. Artıq həmin o məlumatlandırma icraatının tətbiqi qaydasına riayət eləməyibdir vətəndaş. Növbəti dəfə bu prosesi yenidən etməlidir. İndi son olaraq onda belə çıxır ki, həmin şəxs o qonşuyla özü razılaşmaya gəlməlidir. Qonşudan notarial razılıq aldıqdan sonra rayon icra hakimiyyətində məlumatlandırma icraatının tətbiqini mütləq qaydada etməlidir. Yenə ilk formada necə tikinti.gov.az platformasından bunu etmişdi. İndi yenidən həmin prosesi təkrarlamalıdır. Bu olmasa əks halda nələr baş verir? Əks halda rayon icra hakimiyyətinin, yəni müvafiq icra hakimiyyəti orqanının tikinti işlərini dayandırmaq səlahiyyəti vardır.